55-ci sualdan davam edək. Neçə sözün vurğusunu fərqli hecalarda düşünmək olar? Qalın sözünü iki formada düşünə bilərik. Qalın paltar mənasında vurğusu ona düşəcək. Siz burada qalın mənasında isə vurğu əvvələ düşəcək. Bunu vurğusunu iki cür düşünə bilərik. B variantında deyir tuttur. Tuttur sözünü də iki formada düşünə bilərik. Tutturmaq mənasında feil kimi düşünəndə vurğusu ona düşür. Tuttur qrammatik şəkilçi kimi düşünəndə isə vurğu əvvələ düşəcək. Qızdırmadan sözü də iki formada düşünə bilərik vurğusunu. Qızdırmadan, madan feili bağlama şəkli isə vurğu qəbul etmir və vurğu özündən bir əvvəlki hecəyə keçir. Madamın bir feili bağlama kimi düşünəcəyik. Bir də qızdırmadan, xəstəlik mənasında isə vurğu sona düşəcək. Qızılgül sözündə vurğu ikinci hecəyə düşür və bir mənada düşünə bilərik. Gərəksiz sözünü də eyni qayda ilə bir mənada düşünə bilərik. Gərəksiz sözünü gərəksiniz sözü ilə qarışdıra bilərsiniz. Bu da sınıf xəbərli şəkilçidir və bu söz gərəksiz sözü də, gərəksiniz sözünü də yazılış formasında verilib. Əgər bu söz tələffüz formasında verilsəydi, onda iki cür düşünə bilərdik. Çünki gərəksiz sözünü də tələffüzü gərəksiz şəklində tələffüz olunur. Doğru variant A, B, D. Burada neçə dediyinə görə 3 dənə doğru variant var. Müəllim şagirdlərə tapşırır ki, tərkibində ç-y əvəzlənməsinin olduğunu əminliklə deyə biləcəyimiz sözləri yazsınlar. Hansı sözləri yazan şagird tapşırığı düzgün yerinə yetirmiş olar? Bu sözləri biz deyir hansında, yəni y bitişdirici deyil, ç-y əvəzlənməsidir. Deməyə sözündə şəkilçidən əvvəlki hissəyə baxırıq. Demə, bir də demək mənasında. Buradakı y deyir ki, kaş ol bunu deməyə. Buradakı y bitişdiricidir. Yəni bu uyğun deyil. Yeməyə sözü də eyni qayda ilə həm yemək mənasında, yemək, həm də ki yeməyə. Yemə. Buradakı y da bitişdiricidir. Döşəyə sözü də döşək mənasında, bir də ki döşəmək mənasında deyirsən ki, arzu şəklində kaş döşəyə. Bu mənada iki cür düşünə bilərik. Çünki buradakı y da bitişdiricidir. Bu da aiddir bölüyə. Bölüyə sözünü yalnız bir mənada düşünə bilərik. Bölük mənasında bölüyə. Buradakı y, ç, y əvəzlənməsidir. Bu doğru variantdır. Xərəyə sözündə yalnız bir formada düşünə bilərik. Xərək mənasında. Buradakı y bitişdirici deyil və ç, y əvəzlənməsidir. B və E variantı. Yalnız B, E variantı. Şərtə görə, əgər sözün tələffüzündə cingiltili samitlər çar samitlərdən çoxdursa, həmin sözün qarşısındakı xanada verilən sözdə çar samitlər cingiltili samitlərdən çox. Əgər azdırsa, qarşısındakı xanada çar samitlər cingiltili samitlərdən az olmalıdır. Yəni deyir ki, birinci tərəfdə cingiltili samit çar samitdən çox olmalıdır. İkinci tərəfdə isə çar samit cingiltili samitdən çox olmalıdır. Deyir, əgər ikinci tərəfdə çar samit cingiltili samitdən çoxdursa, ikinci tərəfdə çar samit cingiltili samitdən az olmalıdır. İndi variantlara baxaq. İki bəndli sözündə tələffüzü iki bənd di şəklində tələffüz olunacaq. İki bənd di. İki bəndli şəklində tələffüz olunacaq və bu sözdə 3 kar, 2 cingiltili var. Bu sözdə 3 kar, iki bənd di şəklində tələffüz olunacaq. Bu sözdə də 3 cingiltili və 2 kar samit var. Bu birinci qaydanın ödədir. Burada da deyir cingiltili samit kar samitlərdən çox olmalıdır. İxtilaf sözündə isə
ixtilaf şəklində tələffüz olunacaq. Bu da bir qaydadır. Deyir ki, x, t, f, t və ş, t hərf birləşmələrindən sonra samit gələrsə, sondakı bu t'lar düşəcək. Yox, sait gələrsə, cingiltili qarşılığı, sondakı t'lar cingiltili qarşılığı kimi tələffüz olunacaq. Yəni d kimi tələffüz olunacaq. İxtilaf sözündə də özündən sonra sait gəldiyinə görə, x-t'dan sonra sait gəldiyinə görə sondakı t d kimi tələffüz olunacaq. İxtilaf şəklində tələffüz olunacaq. İxtilaf sözündə də iki kar və iki cingiltili samit var. Bunlar bərabərdir və bu ikinci tərəfdəki qayda uyğun deyil. Bizdən də şərt pozulanı istədiyinə görə bir doğrudur. Heysiyyət sözündə y-nın biri olmur. Üç kar burada. Üç kar, iki cingiltili. İkinci tərəfdə güzəştsiz. Burada da ş-t hərf birləşməsidir. Ş-t hərf birləşməsidir və özündən sonra samit gəldiyi üçün ş-t burada düşəcək. Güzəştsiz şəklində tələffüz olacaq. Güzəştsizdə də iki kar, üç cingiltilidir. Bu da doğrudur. Üçdə bunu götürməyəcəyik. Getdikcə sözündə getdikcə xıştırıq şəklində tələffüz olunacaq. Və bu sözdə 3 cingiltili, 2 kar samit var. Bu da doğrudur. Fakültə sözü elə olduğu kimi də qalır. Fakültə 3 kar, 1 cingiltili samit var. Bu da doğrudur. 4-də isə deyir, əluşaqlıdır. Əluşaqlıdır mürəkkəb sözün qovşağında olan qoşa saitli sözlərdən birincisi düşür. Əluşaqlıdır. Burada q, x kimi tələffüz olunacaq, çünki özündən sonra samit gəlib. Sondakı r da düşəcək. Dır sözündə, dır şəkilçisində nə zaman r düşür, nə zaman tələffüzdə düşmür. Məsələn, dırdan sonra dır feil olanda dır şəklində də tələffüz olunur. Dır digər feili artırılanda dır şəklində də tələffüz olunur. Lakin digər niksələrinə ismə artırılanda isə d şəklində tələffüz olunacaq. Tələffüzdə r düşəcək. Sonra əluşaqlıdır da 3 cingiltili, 2 kar samit var. İkinci tərəfdə etiqadla d, t şəklində tələffüz olunacaq. Etiqadla. La da nan şəklində tələffüz olunacaq. Etiqadla şəklində. Burada 2 kar, 3 cingiltili samit var. Burada qayda pozulduğuna görə bunu doğru variant kimi götürəcəyik. Çünki bizdən şərt pozulan qaydanı istəyir. Ekspresivlik sözündə ekspresivlik şəklində sondakı x, 2 xıştırıq şəklində tələffüz olunacaq. Burada 6 kar, 3 cingiltili samit var. Ehtiyatla sözündə isə EHT hərf birləşməsində EHT, yəni E-dən başlayan EHT hərf birləşməsində heç bir dəyişiklik olmur. Yəni tələffüzdə t-d-ya keçmir. Olduğu kimi də qalır. Ehtiyatla da nan şəklində tələffüz olunacaq. Ehtiyatla şəklində tələffüz olunur və burada 3 kar, 3 cingiltili samit var və ikinci qayda pozulub burada. Bu qaydalar pozulub. Ona görə də bu da doğru variantdır. 1, 4, 5. 1, 4, 5 D variantı. 58-ci sualda deyir ki, yazarlar feilinin vurğusunu neçə hecada düşünmək olar? Yazarlar sözünün feilinin vurğusunu burada neçə deyir. Neçənci hecada demir. Yəni sayı soruşur bizdən. Yazarlar sözünün lar haqqında belə bir məlumat verim. Lar şəkilçisi
Lar şəkilsi feili artırılanda vurğu qəbul etmir. İsmi artırılanda isə vurğu qəbul edəcək. Feili artırılanda vurğu qəbul etmir, ismi artırılanda vurğu qəbul edəcək. Və feillərə nə zaman vurğu qəbul edir? Lar şəkilçisi məstər feili sifətdə vurğu qəbul edəcək. Eləcə də şərt, əmr, şuhudi keçmiş zamanda vurğu qəbul edəcək. Burada deyir ki, yazarlar. Yazarlar sözünün vurğu bir deyir ki, yazarlar sona düşəndə isim kimi düşünəcəyik. Bir də yazarlar vurğu əvvələ düşəndə isə feil kimi düşünəcəyik. Lakin bizə burada feilinin, əgər sözünün desəydi, onu iki formada düşünə bilərdik. Amma feilin dediyinə görə bir formada düşünə biləcəyik. 59-cu sualda deyir ki, sillogizmi tamamlayın. Birinci hökm. Sonu q samiti ilə bitən qalın variantlı saitli sözlərdə qx kimi tələffüz olunur. Yanaq sözü qalın variantlıdır və sonu q samiti ilə bitir. Və nəticədə isə deyir ki, ahəng qanuna nəticə hissəni biz tapıb yazmalıyıq. Nəticə hissəsində elə bir fikir yazmalıyıq ki, həm birinci qaydaya aid olsun, həm də ikinci qaydaya. Bunların ikisini ümumiləşdirib nəticə yazmalıyıq. Burada isə digər variantların hamısı birinə aid fikirdir. Yanaq sözü isə, yanaq sözünü ikisinə də aid eləyə bilərik. Çünki deyir ki, yanaq sözündə qx kimi tələffüz olunur. Bu doğru variantdır. Bunu həm birinci hökm, bu fikrə həm birinci hökmə, həm də ikinci hökmə aid edib, ümumiləşdirib nəticəyə gəlmək olar. Variantlardan birində sözün tələffüzü yanlış, hecalara bölünməsi düzgün verilmişdir. Yəni tələffüz yanlış, hecalara düzgün. Orfoqram sözü doğru yazılıb. Bizdən isə yanlış istəyir. Ona görə bunu götürməyəcəyik. Orfoqram. Bu isə düzgün yazılıb. Topoqraf sözü düzgün tələffüz olunub. Topoqraf isə burada ikinci tərəfdə hecalara bölünməsi səhv bölünüb. Çünki topoqraf şəklində hecalara bölünməli idi. Bunun hecalara bölünməsi səhv olduğuna görə bunu götürməyəcəyik. C-də deyir dialekt. Dialekt sözü tələffüzü birinci dialekt. Burada kt var. Bu belə tələffüz olunmamalıdır. Hecalara belə bölünməməlidir. Dialekt şəklində bölünməlidir. Bu da yanlışdır. Bizdən isə ikinci tərəfdə doğrunu istəyir. D-də isə söhbət sözündə deyir tələffüzü yanlışdır. Bu doğrudur. Söhbət sözü ilə söhbət sözündə hecadır, hesabdır, hazırkidir, söhbətdir. Bu sözlərdə uzanma yoxdur. Bu doğrudur. Bunu götürməyəcəyik. Çünki birinci tərəfdə bizdən yanlış istəyir. Sonra ecazkarlıq şəklində. Burada ecazkarlıq bu hecalara düzgün bölünüb. İkinci tərəfdə isə tələffüzü bu sözün yanlışdır. Nəyə görə? Çünki burada ecazkarlıq burada uzanmanı göstərmədiyinə görə bu fikir yanlışdır. Doğru variantı ilə E variantıdır 60-da. 61-ci sualda deyir, hansı sözdən bir samit çıxarmaqla həmin sözün tələffüz formasını yaratmaq olar. Burada məsələn yeşikçilik. Yeşikçilik sözündə ç, xıştırıq şəklində tələffüz olunur. Ç sözün sonunda gələndə də xıştırıq şəklində tələffüz olunur. Ç-dan sonra samit gələndə xıştırıq, sait gələndə xıştırıq şəklində tələffüz olunur.
Sammit sözünü iki mənada düşünə bilərik. Bir samit bir m-dan, bir də iki m-dan düşünə bilərik. Sammit hər hansı bir təşkilat mənasında, bir də samit hərfi mənasında. Bu da aid deyil. Abbat sözü elə olduğu kimi də iki b-dan tələffüz olunur. Akordeon sözündə k-nın birini düşürsək əgər, çıxartsaq, bu akordeon şəklində tələffüz olunacaq və o haqqında da, o nəyə görə aya çevrildi, bu haqqda da qeyd edeyim. Odan əgər o saytı vurğu qəbul edərsə, o elə o kimi də tələffüz olunacaq. O saytı vurğu qəbul etməsə, o a kimi tələffüz olunacaq. Bu qaydalar aid deyil. Eydə isə deyir səviyyə. Səviyyə sözündə bu kökdə olsa da y-nın biri düşəcək. Səviyyədir, səhiyyədir. Bu sözlərdə y kökdə olsa da bunun biri düşəcək. Ona görə doğru variantımız E-dir. İyyə şəkilsi haqqında belə bir qayda deyim. İyyadır, iyyatdır. Bu şəkilçilər sözün kökündə olsa əgər, onda düşməyəcək istisnaları çıxmaq şərtindən. Yox, şəkilçinin tərkibində iyyə şəkilçisi olanda y-nın biri düşəcək. 62-ci sualdan davam eləyək. 62-ci sualda deyir ki, 62-ci sualda verilən fikirləri doğru və yanlış olma baxımından uyğunlaşdırıb düzgün variantı müəyyən edin. Əgər sözün yazılışında n samiti varsa, deməli, sözün tələffüzündə mütləq samitlərdən birinin qarşılığı yoxdur. Bu fikir səhvdir. Çünki təksiniz. Bunun tələffüzünü verəndə təksiz. Təksiz şəklində tələffüz edəcək. Burada n yoxdur, düşür. Ona görə bu fikir yanlışdır. 2-də sözün ortasında qoşa q samiti qoşalığı varsa, deməli sözün tələffüzündə k samiti mütləq var. Bu yanlış fikirdir. Eyni cinsli qoşa samitli q olan sözlərdə birinci tərəf k kimi tələffüz olunur. Məsələn, 9 sözündə 9. Qoşa q'lar k, k, q kimi tələffüz olunur. Mürəkkəb sözün qovşağında isə qoşa q'lar x, q şəklində tələffüz olunur. Məsələn, ayaqqabı, ayaqqabında ayaqqabı, balıq qulağı, balıq qulağı. Birinci tərəf x kimi tələffüz olunacaq. Ona görə bu fikri də, ikini də biz yanlış fikir kimi götürəcəyik. 3-də isə deyir, eyni sözün tələffüzünü müxtəlif formalarda düşünmək olmaz. Bu fikir də yanlışdır. Çünki eyni sözün tələffüzünü müxtəlif formalarda düşünə bilərik. Məsələn, yazarlar. Yazarlar sözünü biz iki mənada düşünə bilərik. Bir, yazarlar. Bir də yazarlar. Yazarlar mənasında vurğu sona düşür. Yazarlarda isə yazarlar. Vurğu fe'l kimi düşünəndə vurğu əvvələ düşür, lardan əvvələ. Digərində isə sona düşür. Bunu da iki formada düşünə bilərik. Bu da yanlış fikirdir. 4-də sözün vurğusunun müxtəlif hecalarda düşünülməsi onun tələffüzünə təsir edə bilməz. Elə bu fikri burada aid edə bilərik və bu da yanlışdır. Bizdən variantlarda hamısı yanlış olan istəyir. Bu da B variantıdır. 63-cü sualda hansı sözün və yaxud da ki, sözlərin nöqtə qoyulmuş hissəsinə x hərfi artırılarsa, sözün yazılışındakı səhv aradan qalxar. Tut. Burada tut sözünə a-nı biz bura x artıra bilmərik.
Bu yanlış fikirdir. Belə bir qaydayı izah edeyim. Əgər ha ne zaman ha, ne zaman A şəklində tələffüz olunur. Əlavə edirik. Mürəkkəb sözü ne zaman ha, ne zaman A şəklində əlavə edirik. Əgər söz cingiltili samitdirsə, onda buna cingiltili. Əgər söz cingiltili samitdirsə, onda ha artıracağıq. Yox, söz kar samitdən bitirsə, onda A əlavə edəcəyik. Məsələn, tut ha tut. Tut ha tutda bax, birinci tərəf kar samit olduğuna görə bura A artıracağıq da H-nı artıra bilmərik. Kar samitdən bitirsə A artıracağıq. Yox, birinci tərəf cingiltili samitdən bitirsə, onda H artıracağıq. Və bu qaydaya əsasən, məsələn, get ha get. Get ha get sözündə istisnadır. Burada birinci tərəf kar samit olsa da, get ha get. Birinci tərəf kar samitdən bitsə də, bura ha artırılıb. Bizcə bu istisnadır. Qalan bütün sözləri bu qaydalara əsasən tətbiq edə bilərik. Gəl ha gəldi. Məsələn, cingiltili samit aid gəl ha gəl. Burada l cingiltili samitdir. Cingiltili samit olduğuna görə ha artıracağıq. Amma tut ha tutda birinci tərəf kar samit olduğuna görə yox, tut bunu tut. Birinci tərəf kar samit olduğuna görə bura A artıracağıq. Bir də ümumiləşdirmə eləyək. Söz birinci tərəf cingiltili samitdən bitirsə, ha artırırıq. Kar samitdən bitirsə, onda A artırırıq. İndi qaydalara baxaq. Asan sözü. Asan sözü bu fikir yanlışdır. Çünki H əlavə, bunun əvvəlinə H əlavə etməyəcəyik. Rayə sözü ümumiyyətlə səhv yazılıb. Rayihə olmalıdır. Rayihə şəklində olmalıdır. Hökumət sözündə də H-nı bura artırsaq, hökumət. Burada hökumət sözündə ü yoxdur, hökumət olmalıdır. Bu da yanlışdır. Xahiş sözündə isə xahiş. Bu doğru variantdır. Yalnız 5-də verilən fikir doğrudur. Qrafı artırsaq, yazılışdakı səhv aradan qalxar. 64-cü sualda deyir ki, müəllim şagirdlərə aşağıdakı sözləri verərək hecalara ayırmalarını istəyir. Amma şərt elə olur ki, sözün son hecasındakı 4 hərf olmalıdır. Şagirdlər hansı sözləri seçsələr, tapşırığı düzgün yerinə yetirmiş olarlar. Məsələn, traktor, sonra telegraf, telegram, melodram, aeroport. Burada bunların hamısı doğrudur. Ona görə biz bunların hamısı 2, 3, 4, 5 doğru variant A variantdır. Yox, burada traktor sözünə bizə aid eləməyəcək. Çünki traktor 2, 3, 4, 5-ci doğru variantdır. 65-ci ildə hansı sözdən bir S hərfini çıxarsaq, söz düzgün yazılmış olar. Məsələn, buradan bir S-nı çıxarsaq biz, yenə də söz düzgün yazılmış olmayacaq. Çünki burada N var. N olmamalıdır. Transport sözü düzgündür. Dissertasiya. Dissertasiya sözündə S-nı biz buradan çıxarsaq, əgər
burada i-anın ortasına y əlavə etməliyik. Çünki tərkibində i, a, i, o, i, u, yəni tərkibində i olan sait birləşmələrində, qoşa sait birləşmələrində biz y əlavə edəcəyik. Amma digər a, e, o, bu hərf birləşmələrdə isə olduğu kimi də yeni qaydalara əsasən olduğu kimi də qalacaq. Heç bir dəyişiklik baş verməyəcək. Instinct sözündə burada məsələn s-nı buradan çıxartsaq əgər, yenə də səhvdir. Çünki bu söz bu şəkildə yazılmalıdır. Bu şəkildə yazılmalıdır. Bu da yanlışdır. Export sözündə s-nın birini çıxarsaq, bu doğru fikirdir. Düzgün yazılmış olar. 65-də B variantı. 66-cı sualda deyir ki, verilən cədvəldən bütün uyğun sözləri seçin. Ağacdan deyir, tələffüzdə c-ç əvəzlənməsi baş verən sözdür. Tələffüzdə c-ç əvəzlənməsi baş verməyən sözdür. Ağacdan sözündə bəli, ağac dan şəklində tələffüz olunacaq. Sonra saç sözündə bu tək hecalı sözdür, heç bir dəyişiklik olmayacaq. Əlac sözündə bu da c-dan, sondakı c-dan tələffüz olunacaq. Bu doğru variantdır. İkinci tərəfdə isə deyir, aclıq, yəni c-ç əvəzlənməsi baş verməsin. Acdıq, lıqdıq şəklində tələffüz olunacaq. Burada c-c əvəzlənməsi baş vermədi. C olduğu kimi də qaldı. Ona görə 4-ü də aid edəcəyik. Girinc sözündə girinc. Burada c var. Bu aid deyil. Taclı sözündə isə tacdı. Burada da c dəyişmədi. Elə c kimi də tələffüz olundu. Ona görə bu da aiddir. 1, 3, 4, 6. 1, 3, 4, 6 və cavab C. Tələffüz forması verilən neçə sözün yazılışındakı cingiltili samitlərin sayını dəqiq demək olar. Məsələn, qazdı sözünü iki formada biz düşünə bilərik. Bir qazlı, bir də qazdı. Daddı sözünü də iki formada düşünə bilərik. Dadlı, daddır. Dadlı mənasında bir düşünə bilərik. Bir də daddır mənasında düşünə bilərik. Küllü sözünü yalnız bir mənada düşünə bilərik. Bu doğru variantdır. Hissdə sözünü bunu da bir formada düşünə bilərik. Bir s-dan verilirsə, məsələn qazanın hissi mənasında başa düşürük. Yox, 2 s-dan verilsəydi, onda hiss, duyğu mənasında başa düşə bilərdik. 4-də isə bu sözü də bir formada düşünə bilərik. Çaparlar sözünü çapallar mənasında. Demək ki, bu da aiddir. 2, 4, 5. Bizdə də neçə dediyinə görə 3 dənə sözdə. C variantı. 68-ci sualda sözün tərkibində birinci fikir, sonra söz, səs uzanması var. Bu fikir yanlışdır. Çünki heca, hesab, hazırki, müəmma, məhsul, dəhşətli, vitamin, cümhuriyyət, çavuş, bu sözlərdə uzanma yoxdur. Düzdür, uzanan sayta oxşasa da bu sözlər, uzun tələffüz olunan sözlər oxşasa da uzun tələffüz olunmur bu sözlər. Səs uzanması yoxdur. Bu yanlış fikirdir. Burada səs uzanması var. Maddə şəklində tələffüz olunmalıdır. Bu fikirlər səhvdir. Səs uzanması var. Bayaq da qeyd etdiyimiz kimi bu istisna sözlərdir, aiddir və səs uzanması yoxdur. Səs uzanması yoxdur. Bu da yanlış fikirdir. Çünki abunə şəklində tələffüz olunmalıdır. Səs uzanması var. Bu doğru fikirdir. Bəli, maddə sözündə maddi şəklində tələffüz olunacaq və uzanma var. Neçə söz bizdən yanlışı istədiyinə görə neçə söz yanlışdır istədiyinə görə 4 söz yanlışdır.
D variantı. 69-cu sualda deyir ki, hansı sözdə tünd qara hərflərlə verilən hərfin tələffüzü digərlərindən fərqlidir? Sənətkarlar sözlüyü elə sənətkar şəklində də tələffüz olunacaq. Çünki bu da bir qaydadır. Deyir, kar və keş şəkilçiləri tələffüz zamanı dəyişmir. Elə olduğu kimi də tələffüz olunur. Fakültə sözündə də k şəklində tələffüz olunacaq. Tədarük sözündə də k şəklində tələffüz olunacaq. Görk sözü də k şəklində tələffüz olunacaq. Körük sözü isə körük xışdırıq şəklində tələffüz olunacaq. Bizdə də doğru variantımız D variantıdır. 70-ci sualda uyğunluğu müəyyənləşdirin. Yazılışında h hərfi var, tələffüzündə m səsi var. Yazılışında n hərfi olan pambıq, bu burada m-dır, elə. Zambaq, sünbül, bu aiddir bunlar. Sonra tələffüzündə m səsi var deyir. Can başla, burada n-dır elə. Bizdən də m-ını istəyir. Dolanbac, dolanbac şəklində tələffüz olunur c-dan. Və elə bunda yazışında n-dır. Aid deyil. Gizlənpac, gizlənpac sözündə də gizlənpac şəklində tələffüz olunacaq. Burada da n-dır elə. Bu da aid deyil. 2 və 3. Yalnız 2 və 3. 70-də doğru variant E variantıdır. 71-ci sualda uyğunluğu müəyyənləşdirin. Eyni hərf müxtəlif səsləri ifadə edib. Eyni səs müxtəlif hərfləri ifadə edib. Burada hərf deyir, müxtəlif səslər ifadə edib. Burada isə səs müxtəlif hərfləri ifadə edib. Tilsimlər. Tilsimlər sözünü bu eyni hərf müxtəlif səsləri ifadə edib. Xeyr, bu yanlışdır. Başlayıb sözündə bunu eyni hərf burada müxtəlif səsləri ifadə edib. Çünki başlayıb, başlayıb şəklində. Yəni d və ı şəklində. Burada eyni hərf, yəni 2 dənə A hərfi, biri I şəklində tələffüz olunub, biri də A şəklində tələffüz olunub. Ona görə bu doğru variantdır. Gecəyə sözü də geciyə eyni hərfdir. Və Ə hərfi. Ə və Ə hərfi. Biri Ə kimi, biri də İ kimi tələffüz olunur. Yəni eyni Ə hərfi müxtəlif səsləri Ə və İ səsini ifadə edib. Bu da doğru variantdır. Eyni səs müxtəlif hərflərlə ifadə olunur. Burada isə səs deyir. Oktyabr, oktyabr şəklində tələffüz olunur. Bu yanlışdır. Opera ilə operadır. Orijinal sözü isə orijinal şəklində tələffüz olunacaq. Burada isə eyni səsdir. İkisi də A-dır. Lakin müxtəlif hərflərdən verilib. Biri O-dur, biri də A-dır. Nə üçün də bu O hərfi A kimi tələffüz olundu? Çünki o birinci hecadakı O saatı vurğu qəbul etmədiyinə görə A kimi tələffüz olundu. Hansı variantdakı fikirlərdən heç biri doğru deyil? Deyir ki, sonu q samiti ilə bitən və qalın saitlərin ahəngi gözlənilən, istənilən sözün tərkibində x səsi var. Bu yanlış fikirdir. Çünki bu bir ehtimaldır. Məsələn, uşaq əli. Əli. Uşaq əli sözündə bu q-dan sonra saitdən başlayan söz gəldiyinə görə bu q, ğ şəklində tələffüz olunacaq. Yəni x şəklində tələffüz olunmadı. Bu fikir ehtimaldır. Soyad sözü soyad kimi hezalara bölünür. Bu doğrudur. Bizdən də doğru fikir istəyir. Bu doğrudur. B variantında deyir, müdir və mühüm sözlərində nöqtələrin yerinə eyni saat artırılmalıdır. Bu yanlış fikirdir. Çünki burada müdir. Burada isə mühüm ü şəklində tələffüz olunmalıdır. Qəlb sözünü biz iki mənada düşünə bilərik. Bir, qəlb. Qəlb ürək mənasında. Bir də qəlb.
Də gəl p ilə. Qəlb sözünün saxta mənası var bu sözün. Saxta mənasında sözün yazılışını iki cür düşünmək olar. Bu da doğru fikirdir. Həm qəlb, ürək mənasında, həm də saxta mənasında düşünə bilərik. Ürək mənasında yazılanda birinci tərəfdə b, tələffüzdə p olur. İkinci saxta sözündə isə elə p-dan verilir. C variantında deyir, bir sözün tərkibində h samiti varsa, deməli sözdə ən az bir samitin qarşılığı yoxdur. Bəli, bu doğru fikirdir. Eyni hərf bir sözdə iki müxtəlif səsli ifadə edə bilər. Bu da doğrudur. Əxlaq və şərik sözlərində samitlə başlayan söz qoşulsa, söz sonundakı samit tələffüzdə dəyişəcək. Bu yanlış fikirdir. Çünki şərikdir, malikdir, iştirakdır. Bu sözlərdə saitlə başlayan söz qoşulsa da bu sözlər dəyişmir və istisna sözlərdir. Dəliyə sözünü ç-yə əvəzlənməsinin olduğunu əminliklə demək olmur. Bəli, çünki dəliyə sözünü iki formada biz düşünə bilərik. Bir, dəlik mənasında, bir də dəli mənasında. Bu da doğru variantdır. Səs uzanması yazılış və tələffüz arasında fərq hesab olunur. Bu yanlış fikirdir. Duyğular anlamında olan hisslər sözü düzgün yazılmayıb. Bu da yanlışdır. İki s-dan verilibsə elə bu duyğu, hiss mənasında başa düşməlidir. Bir s-dan yazılanda qazanın hissi mənasında, iki s-dan yazılanda isə hiss, duyğu mənasında. Ona görə bu iki tərəfdə yanlışdır. Doğru variant bizdən də doğru deyil istədiyinə görə doğru variant burada E-dir. Aşağıdakı cümlələrin ilk sözü ilə bağlı uyğunluğu müəyyənləşdirin. Xəstələri bura gətirməyin. İlk söz ahəngə tabe deyil. Bu xəstələri şəklində s-t hərf birləşməsi də bu da bayaq da qeyd etdiyimiz kimi s-tdan sonra sait gələrsə əgər sondakı t d-yə keçəcək. Yox, samit gəlsə sondakı t düşəcək. Burada da sait gəldiyi üçün sondakı t d-yə keçəcək. Xəstələri şəklində. Deyir, ilk söz ahəng qanununa tabe deyil. Xeyr, bu fikir yanlışdır. Bu sözü burada indi saitlərin ahəngi var. Ona görə də bu yanlışdır. Bu tabedir. Modem xarab olduğundan yenisini aldıq. İlk sözün tərkibində saitlər dodaqlanmayandır. Bu yanlış fikirdir. Yox, deyir dodaqlanmayanda. Bəli, bu modem sözü modem şəklində tələffüz olunacaq. Ona görə də ilk sözün tərkibindəki saitlər dodaqlanmayandır. Bu doğru variantdır. 3-də imtahan çox da çətin değildi. İlk söz ahəngə tabedir. Xeyr, ahəngə tabe deyil. Burada i-dir, burada a-dır. Bu yanlış fikirdir. Nikahınız bugün olacaq. İlk söz yazıldığı kimi deyilir. Bəli, nikah sözü kəbin mənasında işləndiyi üçün ç şəklində də tələffüz olunacaq elə. Bu da doğrudur. Botanika artıq ayrıca fən kimi tədris olunmur. Burada ilk sözün tərkibindəki bütün sahitlər dodaqlanmayandır deyir. Bu da doğrudur. Burada botanika yox, botanika şəklində tələffüz olunacaq. Vurğu ikinci hecanın üzərində düşəcək. Doğru variant 2, 4, 5. 2, 4, 5 A variantıdır doğru variant. 74-cü sualda uyğunluğu müəyyənləşdirin. Deyir, sözün səs tərkibini əminliklə deyə bilmərik. Bu doğru fikirdir. Çünki bəbəyə sözünü həm bəbəyə, həm də bəbiyə. Bəbəyə, bəbiyə, bəbək, bəbəyə şəklində tələffüz edəcəyik. Məsələn, bəbək, də bəbə. Sonra və bu bəbəyə sözü tələffüzdə bəbiyə. Buradakı i kimi tələffüz olunacaq. Amma ikinci tərəfdəki bəbə sözü isə bəbəyə. Bu yazılışda verildiyi kimi bəbəyə şəklində tələffüz olunacaq.
Deyir ki, ikincidə bu doğrudur. İkidə deyir gəlirlər sözünün səs tərkibini əminliklə deyə bilmərik. Bu da doğru fikirdir. Həm gəlirlər mənasında, həm də gəlirlər qoşalıqdan verəcəyik və bu da doğru variantdır. 3-də deyir ki, sözün səs tərkibini əminliklə deyə bilərik. Xeyr, bu da yanlış fikirdir. Əminliklə deyə bilmərik. Bu əminliklə deyə bilmərik. Çünki orqan həm də arqan şəklində düşünə bilərik sözün tələffüzünü. Bu yanlışdır. 4-də palıd sondakı d-tıya gedəcək. Sözün tərkibində əminliklə deyə bilmərik deyir. Bu fikir yanlışdır. Sözün səs tərkibini əminliklə deyə bilərik. 5-də isə deyir kürəyə. Kürəyə sözünün səs tərkibini əminliklə deyə bilərik. Bu da yanlışdır. Əminliklə deyə bilmərik. Çünki həm kürək mənasında, həm də küryə mənasında, mənasında təmizləmək mənasında işlədilir. Kürümək təmizləmək deməkdir. Və burada doğru variant 1 və 2. C variantı. 75-ci sualda deyir ki, hansı sözlərin kökünün ilk və son səsinin eyni olmasını əminliklə deyə bilərik. Kökünün ilk və son səsinin eyni olmasını əminliklə deyə bilərik. Məsələn, dərdi, elə dərdi şəklində də sonu bu yanlışdır. Ataya, atıya, burada doğru deyil. Sonra təqlidçi, burada eyni olduğunu soruşur. Burada birincisi A-dır, ikincisi I-dır. Təqlidçi, təqlid mənasında təqlid mənasında tələffüz olunacaq. Və bu sözdə doğru variantdır. Çünki t-dan başlayıb, t-dan da söz bitib. Dadandır, d-dan başlayıb, d-dan da bitib. Bu da doğru variantdır. 3, 5. Təbliğat. Təbliğat sözündə bu təbliğ, bu yanlışdır. Çünki t-dan başlayıb, x-dan bitir. Minməyin sözü bu doğrudur. Burada qoşan m-lar m kimi tələffüz olunacaq. Minməyin m-dan başladı və m-dan da bitdi. Sözün kökü. Ona görə bu da doğru variantdır. 75-ci sualda 3, 5, 6. Bu doğrudur. 76-cı sualda flakon, dialoq, dilavər. Yuxarıdakı sözlərin vurğuları arasında məntiqi uyğunluq vardır və bu baxımdan hansı fikirlərin doğru olduğunu müəyyənləşdirin. Flakon, dialoq, dilavər. Bu sözlərdə vurğu sona düşür və biz də vurğusu sona düşən sözləri seçib yazmalıyıq. Log haqqında belə bir qayda izah edeyim. Log insan anlayışı bildirəndə loqdan əvvələ düşür. Loqdan əvvələ düşür. Məsələn, filoloq. Loqdan əvvələ düşür. Cansızlarda isə sona düşür. Məsələn, epiloqdur, dialoq sona düşür. Burada deyir ki, birinci variantda xülasə sözündə nöqtələrin yerinə yazıla
bilməməsini əminliklə deyə bilərik. Bu fikir yanlışdır. Buna əminliklə deyə bilmərik. Çünki xülasə sözü isim kimi düşünəndə bu sözü vurğu sona düşür. Modal söz kimi düşünəndə isə vurğu birinci hecəyə düşür. Bu yanlışdır. Dua sözünün nöqtələrin yerinə yazıla bilməsini əminliklə deyə bilərik. Bu fikir doğrudur. Karate sözündə nöqtələrin yerinə yazıla bilməməsini əminliklə deyə bilərik. Bu yanlışdır. Əminliklə yerinə yazıla bilməsini əminliklə deyə bilərik. 4-dən nərə sözü nöqtələrin yerinə yazıla bilər. Nərə şəkildə tələffüz olunur, bəli. Bu da doğru variantdır. 5-ci sualda isə deyir ki, faiz sözünün nöqtələrin yerinə yazıla bilməsini əminliklə deyə bilərik. Bəli, bu da doğru variantdır. 76-da 2, 4, 6, 2, 4, 2, 4, 5, 2, B variantı. 76-da B variantı. 77-ci sualda deyir ki, aşağıdakı sözlərlə bağlı uyğunluğu müəyyənləşdirin. Ekipaj, kompozisiya, modelyer. Sözlərin hər üçünə aid xüsusiyyət, sözlərin yalnız ikisinə aid xüsusiyyət, sözlərin yalnız birinə aid xüsusiyyət. Burada üçünə də aid olmalıdır, burada ikisinə aid olmalıdır, burada isə birinə aid olmalıdır. Sözün tərkibindəki bütün saitli səslər dodaqlanmayandır. Bu doğrudur, çünki hər birində A hərfi var. Bu doğru fikirdir. 2-də sözdə vurğu 3-cü hecanın üzərinə düşür. Bu da doğrudur. Hər üçündə sona düşür vurğu. Sözün yalnız ikisinə aid xüsusiyyət, sözün tərkibində K səsi vardır. Bu yanlış fikirdir. Çünki K səsi yalnız kompozisiya sözündədir. Yalnız bu sözdədir K səsi. Kompozisiyada. Sözdə kər qarşılığı olmayan samit səslər vardır. Burada isə səslər deyir, cəm formasında deyir. Burada isə ikisinə aid olmalıdır. Amma bu təkcə modelyer sözünə aiddir. Ona görə də bir sözə aiddir burada. Amma bizdə birdən çox sözə aid olsun deyir. Çünki cəm formasında səslər soruşur. Bu aid deyil. Çünki bu söz yalnız modelyerə aiddir. Sözlərin yalnız birinə aid xüsusiyyət, sözdə hərflərdən yalnız biri fərqli tələffüz olunur. Bəli, yalnız biri fərqli tələffüz olunur. Modelyer sözüdür o da. Modelyer sözü modelyer şəklində tələffüz olunur. Doğru variant 77-də 1, 2, 5 D variantı. 78-ci sualda deyir, uyğunsuzluğu müəyyənləşdirin. Avropa mənşəli sözlərin tərkibində uzun sait ola bilər. Bu doğru fikirdir. Məsələn, zoologiya. Zoologiya sözü zoologiya şəklində tələffüz olunur. Sözün tərkibində olan eyni cinsli qoşa saitlər həmişə bir uzun sait kimi tələffüz olunur. Bu fikir yanlışdır. Çünki məsələn adbad, anban və yaxud da ki koordinasiya bu sözlərdə bir uzun sait kimi tələffüz olunmur. Məsələn sonra bu doğru variantdır. Bizdən uyğunsuzluğu istədiyinə görə yanlışı doğru, yanlış. Sonra zəfəran sözündə uzun tələffüz olunan səs vardır. Bəli. Zəfəran şəklində tələffüz olmalıdır. Bu doğrudur. Ona görə bunu da aid etməyəcəyik. Çünki burada qayda pozulub.
Namus sözündəki nan şəkilçisi uzun tələffüz olunur. Namus sözü ilə sadə şəkilçidir, öz sözdür. Burada şəkilçi yoxdur. Ona görə bu da yanlışdır. Yox, buradan namus sözündə nan şəkilçisi uzun tələffüz olunur. Bu yanlışdır, bəli. Burada nan şəkilçisi yoxdur. Cümhuriyyət sözündə uzun tələffüz olunan səs yoxdur. Bu doğrudur. Çünki doğrudur. Burada bunu götürməyəcəyik. Çünki Cümhuriyyət sözündə uzun tələffüz olunan səs yoxdur deyir. Bu doğrudur. Heca, hesab, hazırki, müəmma, məhsul, cümhuriyyət, vitamin, dəhşətli bu sözlərdə uzun tələffüz olunma yoxdur. Burada isə 4-ü də aid edəcəyik. Çünki deyir namus sözündə nan şəkilçisi uzun tələffüz olunur. Bu yanlış fikirdir. Burada çünki şəkilçi yoxdur, elə namus sözü sadə sözdür. Bu da yanlışdır. Bizə uyğunsuzluq istədiyinə görə bunu da götürəcəyik. 2, 3, 4. C variantı 78-də. 79-cu sualda. Sözün tələffüzündəki fərq yalnız iki hərfin fərqli tələffüzü ilə bağlıdır. Yalnız iki hərfin ilk hərfin tələffüzü ilə bağlıdır. Operetta sözündə operet da şəkildə tələffüz olunacaq. Bu yanlışdır. Çünki ilk hərfin fərqli tələffüzü ilə bağlıdır deyir. Orbit, arbit şəklində tələffüz olunacaq. Bu doğru fikirdir. Sonra sözün tələffüzündəki fərq yalnız son hərfin fərqli tələffüzü ilə bağlıdır. Bacımla sözü bacımdan şəklində. Bu yanlışdır. Şərik sözü şərik şəklində də tələffüz olunacaq. Qəlb sözü qəlb şəklində tələffüz olunacaq. 2-5. Doğru variant C variantıdır. 80-cı sualda ixtiyari bir söz. Söz bir hecalıdır. Sözün sonunda hərf D hərfidir. Sual işarəsinin yerinə hansı fikir yazıla bilməsini əminliklə deyə bilərik. Məsələn, bir sözün sonundakı hərf ilə səs üst-üstə düşür. Məsələn, dad sözü. Sözün sonuncu hərfi ilə səsi üst-üstə düşür. Bir də məsələn 4 sözdə yazaq 4. Bir hecalıdır. Sözün sonuncu hərfi ilə üst-üstə düşə də bilər, düşməyə də bilər. Ona görə bu doğru variant deyil. Sonra sözün tərkibində maneəli tələffüz olunmayan yalnız bir səs vardır. Yəni bir hecalıdır, bir sait olur. Bu doğru fikirdir. Söz səslərdən sətrə keçirmək mümkündür. Xeyr, bu yanlış fikirdir. Çünki tək hecalı sözləri sətirdən sətrə keçməz. Sözün sonuncu səsindən əvvəl sait işlənmişdir. Məsələn 4. Sonuncu səsdən əvvəl sait işlənməyib, samit işlənib. Bu da yanlışdır. Sözdə uzun tələffüz olunan səs yoxdur. Bu da yanlış. Bu doğrudur. Doğru variant 80-da 2-5. Yalnız 2-5 A variantı.
81-ci sualda hansı sözlə k-yə əvəzlənməsinin olduğunu əminliklə demək mümkündür? Burada tənəyə, da y bitişdiricidir. Tənək, tənəyə, körpüyə, burada da y bitişdiricidir. Kirpiyə, burada y bitişdiricidir. Ələyə, ələ mənasında, bir də ələk mənasında. Bitişdiricidir buradakı y. Bu da aid deyil. Dibçəyə sözündə isə dibçək və k, y əvəzlənməsi burada var. Bu doğru variantdır. Bunu əminliklə deyə bilərik ki, burada k, y əvəzlənməsi var. Çünki burada bitişdirici deyil y hərfi. 82-ci sualda hansı sözün tələffüzü doğru verilmişdir? Abu hava, ab hava şəklində tələffüz olmalıdır. Burada u yoxdur. Bu yanlış fikirdir. Bizdən doğrunu istəyir. Cümhuriyyət sözündə bayaq da qeyd etdiyimiz kimi bu istisna sözdür. Burada uzanma yoxdur. Sonra şərikli sözü doğru tələffüz olunub. Çünki şərikdir, iştirakdır, malikdir bu sözlərdə tələffüzü elə olduğu kimi də qalır. Sondakı ki 4-də birlikdən bəli, bu da doğrudur. Birlikdə şəklində tələffüz olunacaq. Ekskavator, bu yanlışdır. Sonra gün güzəran, bu doğru yazılıb. Bunun tələffüzü doğru verilib. 3, 4, 6. 82-də A variantı doğru. Sonra 83-cü sualda tərəfkeşlik sözündə fonetik təhlili ilə bağlı klasterdə verilənləri nəzərə alaraq boşxanaya yazılacaq fikri seçin. Tərəfkeşlik, tərəfkeşlik şəklində tələffüz olunacaq. Tərəfkeşliyə karkeş şəkilçiləri tələffüzdə dəyişmir, olduğu kimi də qalır. Sonra fonetik təhlil yazılışı və deyilişi arasında 3 fərqli məqam var. Bu fikir yanlışdır. Bunların yazılışı və deyilişi arasında 2 fərqli məqam var. Bir t, burada sonda tərəfkeş l, d-ya keçdi. Sondakı k da x-ya keçdi. Yəni 2 fərqli məqam var. K səsinin cingiltili qarşılığı işlənib. Bu fikir də səhvdir. K səsinin cingiltili qarşılığı c-dır. Və c da bu sözdə işlənməyib. Bu da yanlışdır. Sonra bizdən də 3-cü variantda səhv istəyir. Variantlardan biz səhv hansıdırsa onu tapıb yazacağıq. Y cingiltili samitdir. Kar qarşılığı var. Y cingiltili samitdir. Kar qarşılığı var. Lakin bu sözdə y hərfi yoxdur. Ona görə bu elə səhv olan variant budur. A variantı doğrudur. Saitlərin hamısı incə, dodaqlanmayandır. Bu doğru fikirdir. Sonor samitlər yalnız r səsi iştirak edir. Bu da doğru fikirdir. Cingiltili qarşılığı olan samitlər işlənib. Bəli. Sözün tələffüzündə fərqli məqam yalnız son leksik şəkilçidədir. Lik şəkilçisindədir fərqli məqam. Lik. Bu da doğru variant. Səhv variant olan A-dır. 83, 84-cü sual. 84-cü sualda deyir ki, klasteri tamamlayan fikri seçin. Xoş niyyətli sözündə yazılışı ilə verilişi fərqlənir. Bu doğrudur. 4 hecadan ibarətdir. Bu da doğrudur. Üçüncüyə də biz doğru söz yazmalıyıq. Xoş niyyətli yazılışı ilə verilişi fərqlənir. Bəli, bu doğrudur. Yazılışı ilə verilişi fərqlənir. Bunun tələffüzünü yazaq. Xoş niyyətli.
şəklində tələffüz olunacaq və yazılışı ilə verilişi fərqlənir. A variantında deyir ki, qoşa samitlərdən biri tələffüzdə düşür. Xeyr, xoşniyyətli sözündə qoşa yığların ikisi də olduğu kimi də qalır. Yəni dəyişmir. Bu yanlışdır. Samitlərdən ikisi yazıldığı kimi tələffüz edilmir. Bu yanlışdır. Bunlardan biri aiddir. Sonra saitlərdən üçünün bütün xüsusiyyətləri eynidir. Elə 3 saat yoxdur ki, bütün xüsusiyyətləri eyni olsun. Bu da yanlışdır. Sözdə uzun tələffüz edilmə də var. Xeyr, burada uzun tələffüz edilmə yoxdur. Samitlərin sayı tələffüzündə azalmır. Burada y düşmür. L-dıya keçir. Bu doğru variantdır. Yəni qoşa yığlardan biri düşmür. L-da d-ya keçir. Sonra 85-ci sualda fərqləndirilmiş samitlər ardıcıl olaraq necə tələffüz olunmalıdır? Əlini uzatdı. Mikail müşfik. Müşfik şəklində tələffüz olunmalıdır. Sonra əlavə etdi. Qoçaqsan. X şəklində tələffüz olunur. Qafiyə tapsan. Dedim. Ağır olar bu yük. Yük də tək hecalı son iki damdan tək hecalı sözdür və bu söz də dəyişməyəcək. Ç olaraq da qalacaq. Kaştrik, x, d, ç. A variantı. 86-cı sözdə montyor sözündən fərqli olaraq psixoloq sözündə fərqləndirilən samit yazılışından fərqli tələffüz edilmir. Buna səbəb nədir? Montyor sözündə vurğu sona düşür və montyor şəklində tələffüz edilir. Çünki o saiti vurğu qəbul etsəydi, o kimi tələffüz olunardı. Vurğu sona düşdüyünə görə birinci o A kimi tələffüz olunacaq. Montyor şəklində tələffüz olunacaq. Psixoloqda isə o vurğu qəbul etdiyi üçün elə o şəklində də tələffüz olunacaq. Deyir, birinci sözün vurğusunun ikinci hecaya düşməsi. Xeyr, bu səbəb deyil. Bu yanlışdır. İki sözün fərqləndirilən saitinin vurğu qəbul etməsi. İkinci sözün fərqləndirilən saitinin vurğu qəbul etməsi. Bəli, bu doğru variantdır. İkinci sözün insan anlayışı bildirməsi. Xeyr, birinci sözün sadə söz olması, ikinci sözün tərkibində dodaqlanan qalın qapalı saitlərin işlənməsi. Bunların heç birisi aid deyil. Güzəştsiz sözünün fonetik xüsusiyyətlərinə əsasən uyğunluğu müəyyən edin. Güzəştsiz sözündə ş-t hərf birləşməsi var və ş-t-dan sonra samit gəldiyinə görə t düşəcək. Bayaqda izah etdiyim qayda ş-t, f-t, s-t. Bunlardan sonra samit və sait. Samit gələndə sondakı t düşəcək. Sait gələndə isə d şəklində tələffüz olunacaq. Səs düşümü var. Bəli, bu doğru variantda səs düşümü var. Çünki t-dan sonra ş-t-da hərf birləşmələrdə t-dan sonra samit gəldiyinə görə t düşəcək. Cingiltili samitlərdən biri tələffüz zamanı düşür. Cingiltili yox, kar samitlərdən. Çünki t kar samitidir və düşür. Yanlışdır deyir. İncə saitlərin ahəngi gözlənilib. Bu doğru fikirdir. Bizdən yanlış istəyir. 3 kar, 3 cingiltili samit işlənilib. Burada 3 kar yox, 2 kar 3 cingiltili samit işlənilib. Bu yanlışdır. Doğrunun altından doğrunu götürəcəyik. Yanlışın altından yanlışı, yəni 4-ü. 1, 4 D variantı. 88-ci sualda deyir ki, hansı söz verilən şərtlərdən h-rı ikisinə ödəyir, hər ikisini ödəyir.
Tələffüz zamanı səs artımı baş verir. Tələffüz zamanı səs dəyişməsi baş verir. Tələffüz zamanı əgər səs artımı baş verirsə, bu kəmiyyət fərqidir. Kəmiyyətdə, yəni say deməkdir. Kəmiyyət fərqi ya səs artımının ola bilər, kəmiyyət fərqində, ya da ki, səs düşümü ola bilər. Yəni say fərqi olsun. Əgər bir sözdə eyni sayda həm səs artımı, həm də səs düşümü varsa, onda kəmiyyət fərqi yoxdur deməkdir. Yox, bir sözdə sait artıbsa və yaxud da ki, sait düşübsə, yəni say fərqlidirsə, onda kəmiyyət fərqi var. Keyfiyyət fərqi isə tələffüz zamanı səs dəyişməsi deməkdir. Səs dəyişməsi keyfiyyət fərqi deməkdir. Məsələn, təəssüflə sözü vurğu sözün sonuna düşəcək. Burada ənin biri düşəcək, təəssüflə şəklində tələffüz olunacaq. Təəssüflə şəklində tələffüz olunacaq. Bu doğru variantdır. Çünki bu sözdə həm n səs artımı baş verib, həm də ki, səs dəyişməsi baş verib. L hərfi, birinci L hərfi n şəklində tələffüz olunub. Yəni, həm kəmiyyət, həm də keyfiyyət fərqi var. Digərlərində isə, məsələn, xoşniyyətli, əl açıq. Bunlarda əl açıqda, əli, burada səs düşümü var. Xoşniyyətlidə, burada bir də əl açıq şəklində tələffüz olunacaq. Burada səs artmır. Yəni kəmiyyəti yoxdur. Yəni səs artımı yoxdur. Sonra B variantında ailəmizdir. Ailəmizdir sözündə r düşəcək sondakı. Yəni burada düşmə var. Xəstəxanadır sözündə də eyni qayda ilə burada r düşmə var. Biz də bayaq qeyd etdiyimiz kimi d-dan sonra leksik şəkilçisidir və feil gəlibsə, bu d şəklində tələffüz olunacaq. Yox, bu qrammatik şəkilçidirsə, d-rı qrammatik şəkilçi kimi düşsək, isim kimi. Bu d şəklində tələffüz olunacaq. 89-cu sualda aşağıda verilmiş sözlərin hamısına aid olan fikir hansıdır? Deyir, ödənişli limonad günlərlə mantyor sözünə aid olan fikir hansıdır? Yazılışı və deyilişi iki fərqli məqam mövcuddur. Xeyr, üçdə iki fərqli məqam mövcuddur. Bu üçə aiddir yalnız. Məsələn, günlərlə sözündə günlərdən, burada 4 fərqli məqam var. Cingiltili qarşılığı olmayan samit işlənib. Bu yanlış fikirdir. Cingiltili qarşılığı olmayan samit h samitidir. Burada da h samiti işlənməyib. Bu da yanlış fikirdir. Yazıldığı hərflə tələffüz edilməyən səs var. Yazıldığı hərflə tələffüz edilməyən səs var. Bəli, bu doğru fikirdir. Müxtəlif səslər eyni hərflə ifadə olunub. Bu yanlış fikirdir. Çünki müxtəlif səslər yox. Mantyor sözündə müxtəlif hərflər eyni səslər yox, hərflər eyni. Müxtəlif hərflər eyni səslə ifadə olunub. Fərqli eyni hərflə ifadə olunub. Sonra ahəng qanun gözlənilmişdir. Xeyr, burada 3-də verilən fikir. Yəni, limonad sözündə ahəng qanun gözlənilməyib, pozulub. Bu da yanlışdır. 89-da doğru variant C variantıdır. 90-cı sualda bütün uyğunluqları müəyyənləşdirin. Tələffüz zamanı cümlədə iki hecalı olmayan sözün son hecasının samiti düşür. İki hecalı sözün ikinci hecasının son samiti düşür. İkinci hecada açıq sait qapalıya keçir. Burada deyir, Tanrıdan bir narazılığım varsa, o da bəxtimin qara yazılmasıdır. Burada yazılmasıdır.
şəklində tələffüz olunacaq. R düşəcək. Ona görə biri A-ya yazacağıq. Sonra deyir ki, İsmail gördü ki, Aləmşah bəyim ağlayır. Bu ikinci hecası açıq sayt qapalıya keçir. Yəni ağlayır, ağlayır. Əgər sözün kökündəki sayt açıq saytdirsə, ona samitlə başlayan söz artıranda açıq sayt qapalı sayta çevrilir. Açıq sayt qapalıya çevrilir. Ona görə B-ni biz üçüncü tərəfə yazacağıq. Mən oradan çıxandan bəri bu kədərli sərgüzəşt haqqında heç kimə bir söz deməmişəm. Burada C-ni, burada sərgüzəşt ş-t hərf birləşməsidir və özündən sonra samit gəldiyinə görə t düşəcək. Ona görə C-ni biz birinciyə yazacağıq. Sonra D variantında Aləmşah bəyim əllərini oğlunun çiyinlərinə qoydu. Çiyinlərinə qoydu. Çiyin. Burada n-dır. Bunu heç bir qaydaya yazmayacağıq. Bu aid deyil. Şeyx Heydər yoxdursa da Uzun Həsənin qızı hələ sağdır. Burada sağdır, sağdı şəklində. Şeyx Heydər yoxdursa da Uzun Həsənin qızı hələ sağdır şəklində tələffüz olunacaq və E-ni isə biz 2-yə yazacağıq. 1-də A-C, 2-də E, 3-də B. Doğru variant D variantıdır. 91-ci sualda 91-ci sualda deyir ki, bütün uyğunluqları müəyyənləşdirin. Tələffüz zamanı cümlədəki sözlərdən birində iki hecalı olmayan sözün son hecasının samiti düşür. İkinci tərəfdə deyir ki, iki hecalı olan sözün ikinci hecasının son samiti düşür. Üçüncü tərəfdə ikinci hecadakı açıq sayt qapalıya keçir. İndi variantları oxuyaq. Bizim ölkəmizdə millətlər də çoxdur. Bizim ölkəmizdə millətlər də çoxdur. Sondakı r burada düşəcək. Çoxdur şəklində tələffüz olunacaq və A-nı 2-yə yazacağıq. Çünki bu iki hecalı sözdür və ikinci hecasındakı son samit düşüb. B-də deyir, bu dar ayaqda isə köməyimə heç kəs çatmayacaqdır. Çatmayacaqdır yox, çatmayacaqdır. Bunu isə 3-ə yazacaq B-ni. Çünki ikinci hecasındakı açıq sayt qapalıya keçir. Çünki sözün kökündə əgər açıq saytdan bitirsə, ona samitdən başlayan şəkilçi qoşan, ona ümumiyyətlə şəkilçi qoşanda sondakı açıq sayt qapalıya keçir. Şeyxin oğlanlarının və dostlarının sarayda olmağı vacibdir. Bunu vacibdir şəklində tələffüz olunacaq. Bunu isə iki hecalı olmayan sözün son hecasının samiti düşüb. Bəli, burada iki hecalı deyil, bu üç hecalı sözdür və son samiti düşüb. Bunu isə 1-ə yazacağıq. O bugünkü müsabiqəyə də bəxtəbəxt qatılmışdı. Burada x-dan sonra x hərf birləşməsidir və samit gəldiyinə görə t düşəcək. Ona görə bizdə də deyir ki, iki hecalı olmayan sözün son hecasındakı samiti düşür. Bu sözdə 3 hecalıdır, 2 hecalı deyil və son samiti düşüb. Bunu da D-ni də 1-ə yazacağıq. 1-də C-D, 2-də A, 3-də B. E variantı. 92-ci sualda deyir, üzərində rəqəm yazılmış hansı sözlərdə fərqləndirilmiş hissələr bir-biri ilə eyni səs tərkibinə malikdir. Məsələn, bunu nömrələyək.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9. Deyir ki, indi bizi də görənlər deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Burada ıl şəklində tələffüz olunacaq. Sonra onun üçün canımdan da keçərdim. Onun üçün canımdan nan şəklində tələffüz olunur. Sonra Qafqazın ənənəvi doğruluq və saflığını saxlayırsınız. Saxlayırsınız sız şəklində tələffüz olunacaq. Rüstəm bəy süni qürurla otaqda gəzinməyə başladı. Qürurla lanan şəklində tələffüz olunacaq. Qarşılarına gələnləri vuraraq hərəni yenidən bir tərəfə qaçırdılar. Qaçırdılar sözündə bu söz elə ır şəklində tələffüz olunacaq. Qaçırdılar şəklində tələffüz olunacaq. Çəkinəcək bir şey yoxdur. Tez ol cəmaatı başına topla. Elə bu da la şəklində tələffüz olunacaq. 7-də deyir ki, hər tərəfdən tələbələrin üzərinə atlar çapıldı. Il şəklində tələffüz olunacaq, dəyişməyəcək. Ən savab işlər susuz yerə su çıxarmaq, ağac əkmək, körpü salmaqdır. Bu da sus şəklində də tələffüz olunacaq. Şamdanlar bir-biri ilə qızılgül yarpaqları və qönçələri ilə birləşmişdi. Şamdanlar ilə şamdan şəklində tələffüz olunacaq. İndi deyir, eyni olanları eyni səs tərkibinə hansılar malikdir? 1-dən 7 eynidir. Burada da ıldır, burada da ıldır. 1, 7, bir də 2-dən 4. Nan, nan. Bunların səs tərkibi eynidir. Cavab C variantı. 93-cü sualda üzərində rəqəm yazılmış hansı sözlərdə fərqləndirilmiş hissələr bir-biri ilə eyni səs tərkibinə malikdir? Elə bu da eyni ilə bu sual kimidir. Deyir, bunu da nömrələyək. Özü də tikdirdiyi bu məbədin altında dəfn olunmuşdur. Şəklində tələffüz olunacaq. Çünki n-dan sonra əgər b, m samitləri gələrsə, n tələffüzdə m kimi tələffüz olunacaq. Burada da n-dan sonra m hərfi gəldiyinə görə m kimi tələffüz olunacaq n. Sonra da 2-də İçəridə boğunuq bir səs gəldi. Acı bir fəryad duyuldu. Boğunuq bir səs gəldi. Sultan Fərrux Yasarın birində hazırlaşdıqları qəsd baş tutmadı. Burada əst şəklində tələffüz olunacaq. Əst t kimi tələffüz olunacaq. 4-cüdə kitab 1963-cü ildə Natəvan haqqında hekayələr adı ilə çap olundu. Burada elə un şəklində tələffüz olunacaq. Özlərinin də ki nizamlı qoşunları, topxanaları, dəstgahları yerindədir. 5-də dəstgahları yox. Burada s-t hərf birləşməsi var və s-t hərf birləşməsindən sonra samit gəlib bu t düşəcək. Dəstgahları şəklində tələffüz olunacaq. Əs
və əs şəkilçisi var. 6-da ay buludların arxasında nahaq keçmişdi. Sakit külək əsirdi. Burada da elə əsdi, dəyişməyib. Əziz Cəfərzadənin romanları tarixə qeyri-adi sevgi və vurğunluqdan yaranmışdı. Vurğunluqdan şəklində tələffüz olunacaq. Onda qohumlarımız dar ayaqda idi. Qohum şəklində tələffüz olunacaq. Qohumlarımız dar ayaqda idi. Buradan eyni olanlar birdən 8 və 10'dur. 1, 8, 1, 8. Sonra 2 və 7'də 2'dən 7'də Nuh şəklində tələffüz olunur. 2, 7. 5'dən 6'da isə əs şəklində tələffüz olunur. 5, 6. 5, 6. 1, 8, 2, 7, 5, 6 A variantı. 94-cü sualda. 94-cü sualda eyni ilə bu qaydaya bənzər bir sualdır. Deyir ki, üzərində rəqəm yazılmış hansı sözlərdən fərqləndirilmiş hissələri bir-biri ilə eyni səs tərkibinə malikdir? Dünyanı ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur. Elə bu dır şəklində tələffüz olunacaq, dəyişməyəcək. 2, 3, 4, 5. Sonra oradakılar bu xəbəri hamıya bildirmək istəyirdi. Elə ı şəklində tələffüz olunacaq, fərqləndirilmiş hissə. Ona görə də buradan tez uzaqlaşmaq məqsədə uyğun olar. Məqsədə uyğun u şəklində. Özünü görməyin yolu özünə başqalarının gözü ilə baxmaqdır. Baxmaqdır da r düşəcək, baxmaqdır şəklində tələffüz olunacaq. Pəncərədən süzülən sanki aydınlıq gecənin ay işığı idi. Ay işığı idi. Ay işığı idi şəklində tələffüz olunacaq bu formada. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Ümidlərini dər şəklində tələffüz olunacaq. 8'də isə deyir, istənilən halda dəyəri olunmayan heç bir fikir şifahi xalq ədəbiyyatına da yaşamır. Bu da olunmayan. Çünki bayaq da qeyd etdiyimiz kimi sözün kökündə son sait açıqdırsa, o sözə qoşulan samitdən başlayan şəkildə qoşulursa, sondakı açıq sait qapalı saitə çevriləcək. Yəni sözün kökünün sonuna baxmaq lazımdır. Açıqdırsa, tələffüz zamanı qapalıya keçəcək. Onda eyni olanları indi qruplaşdırmalıyıq. 3 və 8. İkisində də uydu. 3, 8, 3, 8. 4'dən 5'də. 4'dən 5'də isə d-dır. 4, 5. 6, 7'də isə dərdi, göndər, dərdi. Burada isə 6, 7. 3, 8, 4, 5, 6, 7 D variantında. 95-ci sualda deyir ki, bu sualda eyni digər suallar kimidir. Üzərində rəqəm yazılmış hansı sözlərdə fərqləndirilmiş hissələr bir-biri ilə eyni səs tərkibinə malikdir. Qohum qardaş Davud bəyə ürək dirək verməyə yığılmışdı.
şəkilçisi də elə dəyişməyib. Sifət eləmək istəyirdik. Sifətimiz qara gətirdi. Şəklində tələffüz olunacaq. Eləmək şəklində. Çünki sözün sonu k samiti ilə bitib və ondan sonra saitdən başlayan şəkildə gəlibsə, sondakı k y kimi tələffüz olunacaq. K samiti tək işlənəndə x iştirik kimi tələffüz olunur. K samitindən sonra samit gəlsə, yenə də x kimi tələffüz olunacaq, x iştirik kimi. K-dan sonra sait gəlsə, onda y kimi tələffüz olunacaq. Burada da k-dan sonra sait gəldiyinə görə y kimi tələffüz olunacaq. Onların bütün günü qışlaqda keçir. Onların bütün günü qışlaqda, yəni qışdaqda. Qışdaqda keçirir. Məsələn, otlaq, otdaq şəklində, buzdaq, laq, buzdaq şəklində tələffüz olunur. Bircə yaylaq sözüdür ki, yaylaq məkan bildirir. Yer məkan bildirdiyinə görə buradakı laq elə olduğu kimi də qalacaq. Dəyişməyəcək tələffüzdə. Sonra o hökmdardan daha çox əkinçiyə oxşayırdı. Əkd elə, bu söz dəyişməyəcək. Bu dəfə biz çox danışdıq, ancaq bu onun üçün maraqsız idi. Burada da sır şəkilçisidir elə. Burada da sır şəkilçisidir. Burada deyir ki, telli ilə yaxşı qazanc yolu tapmışsınız. Tapmışsınız, tapmışsız şəklində tələffüz olunacaq. Burada sınırsız. Sonra biclik bilmədim, fırıldaq işlər bilmədim. Fırıldaq şəklində. Dağ şəklində tələffüz olunacaq. Çünki q-dan sonra saitdən başlayan söz gəlib. Q samiti tək işlənmişsə x kimi, q-dan sonra samit gəlsə x kimi, q-dan sonra sait gəlsə q kimi tələffüz olunacaq. Burada da q-dan sonra sait işləndiyinə görə burada dağ şəklində tələffüz olunacaq. Dərvişlər də məsələyə bəyin qarışmasını istəmədilər. Məsələyə sözü məsəliyə bir şəklində tələffüz olunacaq. Çünki sözün kökü açıq saitdən bitirsə, tələffüz zamanı həmin açıq sait qapalı saitə çevriləcək. Burada i-dir. Onda doğru variantları, uyğun olan doğru variantlar. Bunu nömrələyək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də 1, 2 eynidir. Əy. 1, 2. Sonra burada yoxdur. 1, 2. 5-də sız. Bir də 6-da. 1, 2-də, 5-dən, 6-da da sız şəkilçisidir. 1, 2, 5, 6 D variantı. 96-cı sualda deyir, turistik sözünün tələffüz formasına əsasən doğru və yanlış olduğunu əminliklə deyə bilmədiyimiz fikirləri müəyyənləşdirin. Ümumiyyətlə, turistik sözü bu şəkildə bizdən buradan ehtimal olunan cavabı istəyir. Turistik sözdə səhv tələffüz olunub burada. Turistik sözünü iki formada yaza bilərik biz. Məsələn, bir də
turistlik formasında düşünəcəyik. Buradakı turistlik sözü qrammatik şəkilsidir və buradakı ilk şəkilcisi xəbərlik şəkilcisi var burada. Yəni biz turistik mənasında işlədilir. Buradakı ilk xəbərlikdir. Bir də deyirik ki, turistlik yerlər. Yəni bunu iki formada düşünə bilərik. Bu ehtimal deyil. Ona görə də bir aid deyil. Bizdən çünki ehtimal olunan variant istəyir. Sözün tərkibində xəbərlik şəkilcisi işlənib. Bu ehtimaldır. Çünki birində xəbərlik şəkilcisi işlənib, birində işlənməyib. Ona görə bu ehtimaldır. Bunu doğru variantdır. 3-də deyir ki, söz qrammatik mənası olan iki hissədən ibarətdir. Bəli, söz yox, bunu əminliklə bəli deyə biləcəyik. Bu ehtimal deyil. Həqiqətən də söz kök və şəkilcidən ibarətdir. Kök və şəkilcidən ibarətdir. Sözün kökündəki səs və hərflərin sayı eynidir. Bu ehtimaldır. Yəni sözün kökündəki səs və hərflərin sayı eynidir fikri ehtimal fikirdir. Çünki sait gələndə t düşür, samit gələndə isə t düşmür. Sözün bu ehtimal variantdır. Bu doğrudur. 5-də sözün tərkibində 4 variantlı şəkilçi işlənilib. Bu dəqiq fikirdir. Çünki lıqdır və ikdir. Lıq üstü 4, üstü 4. 4 variantlı şəkilçidir. Buna əminliklə deyə bilərik. Cavab 2, 4, C variantı. 97-ci sualda hansı sözdəki st hərf birləşməsi yazıldığı kimi tələffüz olunur? Bu da qaydadır. S-dan sonra əgər saitdən başlayan söz gələrsə, t-d kimi tələffüz olunacaq. Sonra sait gəlib burada da d kimi tələffüz olunacaq. Sonra degustator sözündə isə s-dan sonra sait gəlsə də burada isə dəyişməyəcək. Yazıldığı kimi tələffüz olunacaq bu söz. Biz demişdik ki, s-t, x-t, f-t'dan sonra sait gələrsə, sondakı t zingtili qarşılığı kimi tələffüz olunacaq. Samit gələrsə, t düşəcək. Degustator sözündə isə s-t'dan sonra sait gəlsə də bu söz dəyişmir. Olduğu kimi də qalır. Astronomiya sözündə də eyni qayda ilə dəyişmir. S-t olduğu kimi də qalır. Artistlik sözündə isə s-t-da t düşəcək. Artistlik şəklində tələffüz olunacaq. Doğru variant 2, 5, C variantı. 98-ci sualda deyir ki, 98. Hansı sözlərin səs və hərf tərkibi fərqlənmir? Akkumulyator sözündə k-nın biri düşəcək. Ehtiram sözündə EHT hərf birləşmələrində t dəyişmir. Elə EHT olduğu kimi də qalır. Ehtiram sözü doğrudur. Sonra şaftalı. Şaftalı sözündə FT hərf birləşməsidir və FT hərf birləşməsindən sonra sait gəldiyinə görə TD-yə keçəcək. Bu dəyişir. Aşpaz sözü elə aşpaz şəklində də yazılır. Aşpaz. Aşpaz sözü ilə aşpaz şəklində də tələffüz edilir. Məhəccər sözündə isə eyni qayda ilə məhəccər şəklində də tələffüz olunacaq. Yəni 2, 3, 4. A variantı. 99-cu sualda sual işarəsinin yerinə hansı yazıla bilməz? Qəbir, sözün kökündəki son sait düşür. Bu nə zaman baş verir? Buna bir mənsubiyyət şəkilçisi. Bir də hal şəkilçisi artıranda sözün kökündəki son saiti düşür. Məsələn, qəbristan, qəbir-ə,
düşür. Hal şəkilçisi artıranda düşür. Bir də qəbiri i mənsubiyyət şəkilçisi artıranda düşür. 3, 4 B variantı. Yüzdə yazılışı doğru olan sözlərlə bağlı doğru fikirləri müəyyənləşdirin. Adaptır yox, adapter şəklində tələffüz olunur. Bizdən də doğru fikirləri istəyir. Ədabaz yox, ədabaz A şəklində tələffüz olunmalıdır. Düşə sözü doğru yazılıb. Xariquladə bu sözdə doğru yazılıb. Akreditasiya sözü səhv yazılıb. Çünki burada 2 dənə k olmalıdır. Akreditasiya sözü şəklində yazılmalı idi. Sözlərdən birinin tərkibində 2 uzun sayı tələffüz olunur. Bəli, bu doğru fikirdir. Sonra sözlərdən birində q səsinin çar qarşılığı işlənmişdir. Q səsinin çar qarşılığı k-dır. Burada da k işlənməyib, ç işlənib. Sözlərin hamısında incə, dodaqlanan və qapalı saat işlənmişdir. Bu üçünə aid olan xüsusiyyət ü saitidir. Həm incədir, dodaqlananda, həm də qapalıdır. Bu doğru fikirdir. Və ü saiti bunların doğrudur. Sözlərdən birinin son səsinin çar qarşılığı s səsidir. Sözlərdən birinin son səsinin çar qarşılığı s səsidir. Bu s burada çardır. Bu çardır, cingilti deyil. Burada bizdən çar qarşılığı deyir. Ona görə elə s çar olduğuna görə bu da yanlış cavabdır. Saytla başlayıb saytla bitən sözün yazılışı ilə deyilişi fərqlənmir. Saytla başlayıb bu samitlə bitir. Saytlə deyil. Bu da yanlış variantdır. Ona görə doğru cavab 1, 3 C variantı.